Salam uşaqlar. Bugün mən sizə kimyəvi təhlükəsizlik hesablamalar testinin izahını verəcəm. 22-ci sualdan növbəti sualların izahını verəcəm. İlk öncə izahı verməmişdən əvvəl sizinlə bir məlumatı bölüşmək istəyirəm. Uşaqlar, mənim özümün yaratdığı bir qrup var ki, sınaq qrupu. Burada həftədə 3 dəfə olmaqla mən ora sınaqlar yönləndirəcəm. Bu sınaqlar əsasən OTK-nın, model testlərin, qəbulların və özümün hazırladığı xüsusi testlər olacaq ki, həmin bunu qrupa yönləndirəcəm. Siz onu müəyyən bir vaxt içərisində işləyəcəksiniz, daha sonra yoxlayacağıq və ilk 3 yerdə olan 1-ci, 2-ci, 3-cü yer uşaqları qalibləri biz həmin o qrupda qeyd edəcəyik. Bu həm motivasiya xarakterlidir, sizi həvəsləndirmək məqsədi ilədir. Eyni zamanda burada bilmədiyiniz səhv suallarınız ola bilər ki, bu səhv sualları və bilmədiyinizi mən ümumi həmin o sınağın video izahını ekran kaydına alacağam və həmin o kaydı mən uşaqlar qrupa yönləndirəcəm, yəni YouTube-da paylaşmayacağam. Belə ki, bu qrup ilk aylarda hələ ki ödənişsizdir. Sonraki aylarda əgər həqiqətən sizin xeyrinizə olacaqsa, qrupun ümumi effekti yaxşı olarsa, ondan sonra baxarıq. Əsas bu 1-2 ay içərisində baxın, hələ ki sizə görün, həqiqətən effekt verəcəkmi, verməyəcəkmi? Sizin özünüzdə inkişaf çoxmu gedir? Yəni zəif nöqtələrinizi özünüz sınaqlarda seçə bilirsinizmi? Və bura 9-cu, 10-cu, 11-ci siniflərdə daxil olmaqla, yəni istənilən şagird sinifdən asılı olmayaraq kimyanı sevən, öyrənmək istəyən şagird qoşula bilər. Belə ki, 051 595 69 64 nömrəsindən əlaqə saxlaya bilərsiniz. İndi gəlin biz baxaq. Deməli 22-ci suala, 22-ci sualda qalmışıq. 22-ci sualda uşaqlar şərti oxuyaq. 22-ci sualda deyir ki, 4 qram üzüm maddə yandıqda 8,8 qram karbon qazı əmələ gəlir. Deyirəm 4 qram üzüm maddə yandıqda 8,8 qram karbon qazı deyir əmələ gəlmişsə, bu birləşmədə karbonun kütlə payını müəyyən edin. Uşaqlar, baxın, oksigen ayrımı da karbon ayrımı verir. Niyə? Çünki karbon qazının emerini hesablamaqdan ötürü. Emer karbon qazı neçə eləyəcək? 44. Deməli, mən öz-özümü soruşuram. Deyirəm ki, əgər ki, 4 qram üzüm maddə yandıqda 8,8 qram karbon qazı əmələ gəlirsə, bəs yaxşı, 44 qram karbon qazı əmələ gəlməsi üçün neçə qram üzüm maddəsi olması lazımdır? Yazıram x. Buradan x-i tapıram ki, 4 vurulsun 44 bölünsün 8,8. Bu da eləyir 20 qram. Deməli, 20 qram üzüm maddənin tərkibində 44 qram karbon qazı. 44 qram karbon qazı neçə mol deməkdir? 1 mol. Yəni, 20 qram üzüm maddənin tərkibində 1 mol karbon qazı var. Və indi bizə deyir, burada karbonun kütlə payı. Yazıram ki, omega karbon bərabərdir. Karbonun ayrı 12-ni vuracaqsınız karbonun sayına nə qədərdir? 1 dənə. 12-ni vurursunuz 1-ə, bölürsünüz emir. Emir dedik ki, üzüm maddədir də, 20 qramdır. 12-ni böləcəksiniz 20-yə, vuracaqsınız 100%. O da eləyəcək 60%. 60%. Doğru cavab olur C variantı. Sonra gəlin baxağın 23-cü suala. 23-cü sualda deyir ki, 5 qram kalsium və 5 qram kükürt arasında baş verən reaksiya zamanı maddələrdən biri tam reaksiya daxil olmuşdur. Bu reaksiya üçün hansı ifadə doğrudur? Deməli, uşaqlar, birinci reaksiyanın təhlilini yazıram. Kalsium üstə gəlsin, kükürt alınır, kalsium S. Əmsala ehtiyac yoxdur deyə əmsallar yazılmır. Şərtdə verilən həmişə dedik ki, tənlikdə yuxarıya yazılır. 5 qram nə deyir? Kalsium deyir, 5 qram da kükürt deyir. Yuxarı hissəyə 5 qram, burada yuxarı hissəyə 5 qram yazıram. 5 qram. İndi bizə nə deyir? Deyir ki, reaksiya zamanı maddələrdən biri tam reaksiya daxil olur. Qramın aşağı hissəsinə mən nə yazırdım? Emir. Bura yazıram 40, burada yazıram 32. İndi nə qədər kalsium S alınır bilmirəm. Yazıram x, burada yazıram ki, kalsium S-in emiri 72. Biz də tənasibi nüsə azlığına görə qururuq. Burada 5-i bölürsünüz 40-a, hesablayırsınız. Burada da 5-i bölürsünüz 32-yə, hesablayırsınız. Deməli, uşaqlar, 5-i 40-a böləndə neçə eləyir? 5 bölünsün 40. Eləyir 0-dan 125. 5-i 32-yə böləndə o da eləyir təqribi olaraq 0, 156 təqribi. 156. 6. Buradan yazım. 156. İndi hansı daha kiçikdir? Baxın bu. Deməli, kalsium tam reaksiya daxil olub. Nüsə az olan çünki deyirik ki, tam reaksiya daxil olub. Kalsium tam reaksiya daxil olub və kalsiumə əsasən mən tənasibi qururam. Yazıram ki, x bərabərdir 5 vurulsun 72 bölünsün 40. Bu da olur 9. Deməli, 9 qram kalsium S alınır. Bəs indi 9 qram kalsium S dedik alındı. 5 qram da kalsium tam reaksiya daxil olur. Uşaqlar, 5 qram kalsiumun üzərinə mən onda kükürdün axı nə qədər reaksiya daxil olduğunu bilmirəm. Bu 5 qram başlanğıc kükürdün miqdarı da.
Amma o 5 qramdan kükürddən nə qədərini xərcləmişəm bilmirəm. Ona görə ora bir boşluq qoyuram. Bərabər eləyirəm kosmos nə qədər alınır? Tapdıq ki, x 9 qram. Bu boşluğun qiyməti neçə oldu? 4. Deməli 4 qram kükürd reaksiyaya daxil olub. İndi mənə əvvəldə 5 qram kükürd var idi başlanğıcda. Onun 4 qram kükürd reaksiyaya daxil olursa nə qədər artıq qalıb? 5-dən 4 çıxıram 1 qram. Deməli baxın doğru variant olacaq A variantı. Gəlin baxaq 24-cü suala. Deyir 1,4 qram ekvivalentli metal oksidi. Baxın ekvivalentli deyir. Yuxarıya yazıram 2, oksigen də 2-dir. Artıq siz bunu bilirsiniz. Valentliyə əsasən formunun tərtib edilməsində 2-lər xısa gedir. Mənim formulum necə qalır? X oksid. Bəli. Deyir ekvivalentli metal oksidi su ilə reaksiyaya daxil olur. Aha. Və əsas əmələ gətirir. Əsas əmələ gətirir uşaqlar. Əsaslar da biz bilirik ki, metal atomu və hidroksid qrupundan ibarət olur. İndi mən axı burada X-in hansı element olduğunu bilmirəm. Yəni belə yazım da, əgər ki X ekvivalentli bir elementdirsə, olacaq XOH 2 şəklində, düzdür? Çünki OH valentli 1-dir, X də 2-dirsə, uşaqlar, onda necə olacaq? XOH 2 olacaq, düzdür? İndi bunu yazmayayım burada. İndi bizə deyir 1,4 qram ekvivalentli metal oksidi. Metal oksidi deyir 1,4 qram. Yuxarı hissəsini yazıram 1,4 qram. Ekvivalentli metal oksidi su ilə reaksiya daxil olaraq 1,85 qram əsas əmələ gətirir. Yuxarı hissəsinə yazıram 1,85 qram. Və aşağısını mən özüm dolduram. Buraya yazıram x üzərinə gəlsin 16. Burada yazıram ki, əmsal ehtiyac varmı? Əmsal ehtiyac yoxdur. X üstə gəlsin 34. Və hesablayıram. Tənasiblə x üstə gəlsin 16 vurulsun 1,85 bərabərdir. X üstə gəlsin 34 vurulsun 1,4. Və uşaqlar, tənasiblə həll edirəm. X-in qiymətini tapıram ki, 40-dır. Doğru variant olur, Y variantı. İndi baxağın 25-ci suala. XM üzərinə gəlinsin YN. Deyir, almışam 2x, y. Bu testi biz növbəti əvvəlki testlərdə işləmişik. Xatırlayanlar yəqin ki var. 2xm üzərinə gəlinsin. Deyir, Z2, almışam 2t. Uşaqlar, əgər ki x ilə z reaksiya daxil olursa, bu T maddəsinin içərisində hansı elementlər olacaq ki, x ilə z olacaqdır? İndi mən bunun sayını bilməliyim. Ona görə də baxın, mən bu birinci sənədə istifadə edirəm. Nə qədər burada x atomu görürsünüz? 2x atomu. Sağ tərəfdə 2x atomu varsa, sol tərəfdə 2 dənə x atomu olması lazımdır. Onda m-in qiyməti 2 olar. Bəli. Sağ tərəfdə 2y atomu görürsünüzsə, sol tərəfdə də 2 dənə y atomu olması lazımdır. Onda n də 2-dir. Yazıram ki, 2x, 2 üzərinə gəlsin z 2 və 2t demir. 2 əvvəldə yazıram. İndi bu t-də x ilə z əgər qarşı tərəfdə olubsa, yenə deyirəm, tərkib x də olacaq da. Əvvəldə bu 2 var. Gəlin, hətta mən bu 2-ni belə böyük yazım ki, buna aid olsun. İndi burada nə qədər x atomu görürsünüz? 4x atomu. Sol tərəfdə 4x atomu varsa, sağ tərəfdə 4x atomu olması lazımdır. Ona görə x-ə ayağını 2 yazıram. Çünki 2-ni 2-yə vuranda, əmsaldakı 2-ni indeksdəki 2-yə vuranda, onda da 4x atomu edir. Amma z içində yazmıram. Çünki burada 2 dənə atom var. Burada da 2-ni 1-ə vuranda 2 edir. Deməli, mənim maddəm x2 z oldu. Yəni, Y variantı. Gəlin baxağın 26-cı suala. Alüminium karbid uşaqlar üzərinə gəlsin su. Bu alkanların reaksiyasıdır. Hələ ki bunu bilməməyiniz normaldır. Buradan alınır alüminium OH3 və CH4 maddəsi. Yəni metan. Bu bizim oldu X maddəmiz. Deyir, indi X maddənin üzərinə oksigen gəlmişəm. X maddəsi bildik ki CH4. Üzərinə oksigen gələndə alınır karbon qazı və su. Sonra əmsallaşdırıram. Bura 2 yazıram, bir də bura 2 yazıram. Deməli, A oldu 2, B oldu 1 və C də oldu 2. Və A2, B1, C2, bu da hansı variantdır? D variantı. İndi baxağın 27-ci sualı. CH4-dür. Deyir, 550 dərəcə parçalandı. Yenə deyirəm, bunlar alkanların reaksiyalardır. Bilməməyiniz, yəni bilməyənlər varsa normaldır. Biz alkanlar dərsini keçəndə bunu öyrənəcəyik. 550-600 dərəcə parçalanmasından alınır C2H4 və hidrogen. Və əmsallaşdırıram. Bura 2 yazıram, bir də bura 2 yazıram. Deyir, indi həmin bu X maddəmiz nə oldu? C2H4. İndi deyir, bunu yandırmışam. C2H4-ün üzərinə oksigen gəlirəm, alıram karbon qazı və su. Sonra əmsallaşdırıram. Yazıram bura 2, bura 2 və burada 3 yazıram. Deməli, A oldu 3, B oldu 2, C də oldu 2. O da olur Y variantı.
İndi baxağın 28-ci suala. Deyir 18,6 qram natrium yodid kristal hidrat. Natrium yodid kristal hidratın natrium yod vurulsun x mosu. Yəni burada neçə mos olduğunu bilmirəm. Ona görə yazıram x mosu. Deyim tam közərdilməsində. Közərdilmə versin, qızardılma versin. Eyni şeydir. O deməli natrium yod və x mosu baxın belə olur. Mən dedim də kristal hidrat sanki bir maddə, elə bir ki molekulun içərisində iki maddə olur. Baxın belə ikisi bir yerdə olur. Onlar qızdırıldıqda ayrı-ayrı maddələrə ayrılır. İndi deyir 3,6 qram su alınmışdır. Kristal hidratın formunu müəyyən edin. Deməli uşaqlar, baxın mənə deyir 18,6 qram natrium yodid. Natrium yodidin yuxarı hissəsini yazıram. Daha doğrusu natrium yodid kristal hidratı. Natrium yodid kristal hidratın yuxarı hissəsini yazıram 18,6 qram. Deyir 3,6 qram su alınmışdır. Yuxarı hissəsini yazdım 3,6 qram. Kristal hidratın aşağısında nə yazacağam? Onun emerini yazacağam da. Düzdürmü? Amma mən bunu daha asan yolunda gedə bilərəm. Mən demişim ki, kütlələrin saxlanması qanuna əsasən reaksiyada daxil olan maddələrin kütlələri cəmi ilə reaksiyadan alınan maddələrin kütlələri cəmi bir-birinə bərabərdir. Bu misal artıq neçənci dəfədir oxşar misaldır deyə bunu biraz sürətli izah verirəm. O birisi videolarda yəqin ki, baxanlar bilir. Amma mən yeni izahımı belə yaxşı sizə görə biraz yavaş-yavaş verim ki, bilməyənlər var isə burada baxsınlar. Uşaqlar, mən bunun altına durub emeli yazıb uzun-uzadı hesablayınca qaydanı ki bilirəm. Bilirəm ki, kütlələrin saxlanması qanuna əsasən reaksiya daxil olan, baxın, reaksiya daxil olan hansıdır? Natrium yodunun x mosu. Bunun kütlələri cəmi ilə bu reaksiyadan alınan maddə ki var, bunun kütləsi cəmi bir-birinə bərabərdir də. Niyə özümü uzadıram ki? Gəl bu boşluğu tapaq. Bu boşluq neçə olur? 15. Deməli, bu natrium yodunun yuxarı hissəsi 15 qramdır. Və mən də bilirəm ki, əgər mənə yuxarı hissədə qram verilibsə, mən aşağı hissədə nəyi yazıram onun? Emeri. Natrium yodunun, baxın, emerini verib 150 qram. Burada yazıram 18x. Bu da ixtisarlan gedir. 18x bərabərdir 36-ya x də olur 2. Deməli, natrium yod vurulsun 2 mosu doğru cavab olur D variantı. Baxağın 29-cu suala. Deməli, 29-cu sualda deyir ki, alüminiumdan oksigen gəlib alınıb alüminium 2O3. Gəlin birinci bunu yazalım. 4 mol alüminiumun üzərinə gəlib 3 mol oksigen alıb 2 mol alüminium 2O3. Deyir, reaksiya üçün hansı ifadələr doğrudur? Uşaqlar, görürsünüz ki, baxın, bu qrafikə fikir verin. 2 dənə ox aşağıya düşüb. Baxın, bir x oxudur, bir də y oxudur ki, aşağıya düşüb. Reaksiyada aşağı düşən oxlar ki var, o reaksiya daxil olan maddələrdir. Deməli, x ilə y reaksiya daxil olan maddədir. Amma z-in oxu görürsünüz yuxarıya qalxıb. Yuxarıya qalxan ox isə reaksiyadan alınan maddədir. Deməli, z də reaksiyadan alınan maddədir. Bu belə. İndi baxın, uşaqlar. Bizə nə deyir? X reaksiya daxil olub. M qramdan başlayıb, x üçün danışıram. Baxın, x üçün danışıram. A-da qutarıb. Nə qədər burada azalma var? M çıxılsın, A qədər azalma var. O qədər deməli, x reaksiya daxil olub. Yazıram x üçün. M çıxılsın, A. Bəs y, M-də başlayıb, B-də qutarıb. Deməli, y-də olacaq, M çıxılsın, B. Və alınan maddə nədir? Baxın, yuxarıya qalxıb C. Alınan maddə də C-dir. Onu da yazıram ki, M çıxılsın A, üzərinə gəlsin M çıxılsın B bərabərdir C-yə. Yəni 2M çıxılsın A çıxılsın B bərabər C. Baxın, bu düzdür. Belə deyim. Və yaxud da baxın, bunu lap belə loru dildə izah verirəm. Düşünün ki, baxın, bu Y olsun. Bu olsun X. Bu da olsun Z. Deyə bilərsiniz ki, bəziləriniz tam belə aydın olmaya bilər də. Deyək ki, ay müəllim, niyə Y yazırsınız? M çıxılsın B. Nə, hardan bildiniz ki, o qədər sərf olunur? Ay uşaqlar, baxın. Məsələn, bu Z-ə deyək bir 10-dur. Bura baxın, elə bir ki, C 10-dur, belə düşünün. M 8-dir, misal deyirəm ha. B məsələn deyək ki, neçədir B? Məsələn, B məsələn deyək ki, 6-dır. 6. Məsələn, X üçün də deyək ki, məhəlcüm B 6-dır, X üçün də deyək ki, məsələn, 4-dür, məsələn. İndi, mən deyirəm ki, Y uşaqlar nə qədər reaksiya daxil olub? Görürsünüz ki, M 8-dir, B də 6-dır. 8-dən 6-ya düşüb. Nə qədər azaldıb? 2. O qədər azalma reaksiya daxil olub. İndi bizə rəqəmlə verməyib, hərflə verib də deyib M-dən düşüb B-yə. Deməli, M çıxılsın B qədər Y reaksiya daxil olub. M çıxılsın A qədərdir, X reaksiya daxil olub. Bunu belə loru dil izahını verdim ki, tam başa düşəsiniz. İndi bunu sileyim. Bu bizim beynimizi qarışdırmasın. Və biz də bilirik ki, reaksiya daxil olan maddələrin kütlələri cəmi ilə reaksiyadan alınan maddələrin kütlələri cəmi bir-birinə bərabərdir.
Yəni M çıxılsın A X-in kütləsidir, M çıxılsın B Y-in kütləsidir. Bunun kütlələri cəmi reaksiyadan alınan maddə Z idi. Onun da kütləsini verib C, onun kütləsinə bərabər olacaq. Bu da deməli 3 doğrudur. İndi bizə deyir ki, X maddəsi alüminiumdur. Uşaqlar, baxın, mən dedim ki, məsələn, M 10-dur, məsələn, B dedik 8-dir, A da 6-dır, düzdürmü? Onda 2 qram, məsələn, Y reaksiya daxil olur. Ondan çünki 8 çıxırıq da, ondan 6-da çıxanda neçə eləyəcək? Bu 8-dir. Ondan 6 çıxanda 4. 4 qramda X reaksiya daxil olur. Yəni, ən çox reaksiya daxil olan aşağıda yerləşən X olur, düzdürmü? Yəni, o qədər o reaksiya daxil olur. İndi, baxın, 4 mol alüminiumun gəlin kütləsini hesablayaq. Baxın, çünki alüminium 27 olduğunu bizə verib. Bu da 4 vurulsun 27 neçə eləyəcək? 108. 3 mol oksigində 3 vurulsun 32. Bu da eləyir 96. Düzdürmü? İndi 108 ya 96 hansı daha çoxdur? 108 olan, yəni alüminium olan. O, baxın, X olacaq. Niyə? Yenə deyirəm. X çünki daha çox reaksiya daxil olub. 108 96-dan böyükdür rəqəm olaraq, ədəd olaraq. Necə ki 4 2-dən böyükdür. Deməli, 108 96-dan böyükdür. İndi bu 108 alüminium X-dir ya Y-dir? Çox olan hansı olacaq? X. Deməli, X maddəsi alüminiumdur, düzdür. Yəqin ki, fikrimizi eləyə bildim. Baxın, yenə deyirəm, lor dildə. M-ə bir qiymət verdim 10, B-yə qiymət verdim 8, A-ya da qiymət verdim 6. Deməli, Y maddəsi dedik ki, M çıxılsın B qədər. Ondan çıxdıq 8, 2 qram Y reaksiya daxil olub. X maddəsində M dedik çıxılsın A qədər. Ondan 6 çıxdım 4 qram X reaksiya daxil olub. Deməli, bu aşağıdakı olan ox, onun kütləsi çoxdur. O daha çox reaksiya daxil olur. İndi aşağıdakı olan bu X2 var. O hansı olacaq? Alüminium kütləsi olacaq ya oksigenin kütləsi olacaq? Təbii ki, alüminium. Çünki alüminiumun qiyməti 108, 96-dan böyükdür. Bizdə də X-in qiyməti Y-in qiymətindən böyükdür. Deməli, X maddəsi alüminiumdur, Y maddəsi oksigendir. İndi gəlin, 4-cü bəndə baxaq. Deyir, B qram Y reaksiya daxil olub. Xeyr, B qram Y reaksiya daxil olmayıb. Baxın, burada mən qeyd elədim də. M çıxılsın B qram Y reaksiya daxil olub. Yəni, 4 yanlışdır. Deyir, A qram X reaksiya daxil olub. Xeyr, M çıxılsın A qram X reaksiya daxil olub. Deyir, C də bərabərdir, A üstə gəlsin, B yox. C bərabərdir, 2M çıxılsın, A çıxılsın, B-dir. Bizdən doğru olanları soruşurdu. 1, 2, 3. Yəqin ki, izah verə bildim. Aydın oldu sizə. Əgər aydın olmadısa 30-cu sualda bənzər sualda onun izahını verəcəm. Tam aydın olacaq. İndi baxaqın 30-cu suala. Deyir ki, baxın, yenə mən reaksiyanı yazıram. Yazıram ki, 2 mol alüminium üzərinə gəlinsin kükürt. Nə alınır? Alüminium 2S3 alınıb. Baxın, reaksiyanı yazıb da və əmsallaşdırmanı da Allah kömək olsun özü yazıb. Əmsallaşdırmada ehtiyac yoxdur. Deyir, qrafikə əsasən reaksiya üçün hansı ifadələr doğrudur? Baxın, yenə deyirəm. Bax, sizə nə öyrətdim? Yadda saxlayın, bir yerdə qeyd eləyin. Deyir ki, baxın, bu qrafikdə görürəm ki, aşağı düşən oxlar var, bir də yuxarı qalxan oxlar var. Aşağı düşən oxlar uşaqlar dedi ki, reaksiya daxil olan maddəni göstərir. Yuxarı qalxan ox isə reaksiya məhsulunu göstərir. Onda X-lə Y reaksiya daxil olanda deyə mən belə yazıram. Ox qoyuram, yuxarı qalxan oxdakı Z-dir deyə yazdım məhsula Z. İndi X-in nə qədər reaksiya daxil olub, Y-in nə qədər reaksiya daxil olub, baxın ona fikir verir. X görürəm ki, X üçün. M-də başlayıb, harada qutarıb? A-da qutarıb. Deməli, M çıxılsın A qədər X reaksiya daxil olub. Bəs B nə qədər reaksiya daxil olub? M-də başlayıb, B-də bitib. Deməli, M çıxılsın B qədər Y reaksiya daxil olub. Və biz də bilirik ki, kütlələrin saxlanması qanununa əsasən, bunu baxın dəfələrlə dedim, reaksiya daxil olan maddələrin kütlələri cəmi ilə reaksiyadan alınan maddələrin kütlələri cəmi bir-birinə bərabərdir. Deməli, X-in kütləsi dedik M çıxılsın A, Y üçün M çıxılsın B. Bəs məhsulumuzu nə göstərib bizə? Baxın, C. Bərabər eləyəcəm C-yə. Yazacağım 2M çıxılsın A, çıxılsın B bərabərdir C-yə. Deməli, baxın, bu 5 ifadəsi bizim üçün doğru ifadədir. 6 isə yanlışdır. İndi bizə deyir ki, X maddəsi kükürdür, Y maddəsi alüminiumdur. Gəlin ilk öncə biz kükürdün və alüminiumun qiymətlərini hesablayaq. Alüminiumun ayırını 27 verib. 2 vurulsun 27, bu olur 54 qram. 3 vurulsun 32, bu deyilir 96 qram. İndi uşaqlar, baxın, mən dedim də sizə ən aşağıda qrafikdə X dayanır, düzdürmü? Onun kütləsi bayaqları sizə dedim 18-6 ilə misal göstərdim, yəni əzbərlətdirmədən deyirəm ki, aşağıda olan kütləsi çox olur. İndi aşağıda olan onda bizdə bu X kütləsi alüminium olacaq ya kükürt olacaq? Bəli, kükürdün kütləsi çoxdur deyə X olacaq kükürt. Deməli, bu doğrudur. Onda Y nə olacaq uşaqlar? Alüminium, bəli. A qram X reaksiya daxil olub yalan deyir. Çünki M çıxılsın A qram X reaksiya daxil olub.
B qram Y reaksiya daxil olub. Bu da yalan deyir, çünki M çıxılsın B qədər Y reaksiya daxil olub və bizdən nələri soruşurdu? Doğruları. Doğrularımız olacaq 1, 2 və 5. Gəlin indi baxaq 31-ci suala. Deyir ki, X2 və Y2-nin qarşılıqlı təsirindən Z maddəsi alınmışdır. Həqiqətən də baxın, qrafikə fikir verirəm. 2 dənə ox. O da hansı oxlardır? X2-nin oxudur və Y2-nin oxudur. Onların oxları aşağıya düşüb. Deməli, bunlar reaksiya daxil olub. Z maddəsi yuxarıya qalxıb. Deməli, Z maddəsi reaksiya məhsuludur. Deyir, indi qrafikə əsasən C-ni hesablayın. Uşaqlar, baxın, X2 56-da başlayıb, düzdürmü? Neçədə bitib? 0-da bitib. Deməli, nə qədər X2 reaksiya daxil olub? 56-dan 0 çıxanda neçə eləyir? 56. Deməli, X2 tam reaksiya daxil olub, düzdürmü? Onda, hardan bildim, ay müəllim, tam reaksiya daxil olub? Uşaqlar, 0 nöqtəsində əgər ki bitibsə, elə bir ki, 56 qram sizə X maddəsi vermişəm, siz onun 56-sında qeydiniz, qutardınız, xəşdədir. Sizdə nəsə qaldı mı? Yox. Deməli, o tam reaksiya daxil olub, ondan artıq bir şey qalmayıb. Deməli, 56 qram yazıram X2. İndi, Y2 haqqında danışırıq. Y2 uşaqlar, baxın, fikir verin qrafikə. O iti gözlərinizdən. C-də başlayıb neçədə bitib? 38-də bitib. Deməli, nə qədər Y reaksiya daxil olub? Yuxarıdan aşağı çıxırsınız. C çıxılsın 38 qram Y2 reaksiya daxil olub. Bəli. Və alınıb məndə nə? Z maddəsi. Z maddəsinin kütləsi nə qədərdir? 68, düz deyirsiniz. İndi 56 üstə gəlsin, C çıxılsın 38. Yəni, bu necə olacaq? C-nin üzərinə gələcəksiniz. 56, 38 çıxanda 18 bərabər edirsiniz 68-ə. Onda C-nin qiyməti burada neçə olacaq? 50. İndi uşaqlar, gəlin baxaq 32-ci suala. 32-ci sualda yenə 31-ci sualla bənzər sualdır. Yenə X2-nin üzərinə Y gəlmişik. Alınıb Z maddəsi. Və X2 görürük ki, 64-də başlayıb, neçədə bitib? 0-da bitib. Deməli, 64 qram X2 reaksiya daxil olub. Bəs Y2 nə qədər reaksiya daxil olub? C-də başlayıb, 32-də bitib. Yəni, C çıxılsın 32. Alınır Z. Z neçədir? 72. Bərabər edirəm 72-yə. Yazıram C üzərinə gəlinsin. 32 bərabərdir 72-yə. Buradan da C-nin qiymətini 40 tapıram. İndi isə uşaqlar, gəlin baxaq 33-cü suala. Deməli, 2 mol CX, HY, NZ-in üzərinə gəlib 11 mol oksigen və reaksiya məhsulunda alıb 6 mol karbon qazı, 10 mol su və 2 moldakı azot. Deyir, reaksiya tənliyinə əsasən CX, HY, NZ birləşməsinin nisbi molekul kütləsini hesablayın. Uşaqlar, çox bəsit bir sualdır və bu əmsallaşdırmadır. Burada 6 karbon atomu görürsünüz, düzdür, sağ tərəfdə. Sol tərəfdə də 6 karbon atomu olması üçün X neçə olmalıdır? Əvvəldə 2 qeyd olunub. 2-ni 3-ə vurmalıyam ki, 6 olsun. X olur 3. Düzdürmü? Sonra hidrogen atomu üçün danışıq. 10 vurulsun 2. Burada 20 hidrogen atomu varsa, burada Y neçə olmalıdır ki, 20 olsun. Əvvəldə 2 var. Bəli, 10. Azotdakı burada 4 dənə azot atomu varsa, Z-də 2 olmalıdır. İndi deməli, bu C3, H10, N2-dir. Bunun da MR-in soruşursa, 12-ni vurursunuz 3-ə olur 36. Üzərinə gəlirsiniz 10, üzərinə gəlirsiniz 14 vurursun 2, 28. Bundan da qiymət 74 edir. Deməli, doğru cavab olur 74. İndi baxaq 34-cü sual. Deyir, 1,2 qram magnezium 8 qram X2 ilə tam reaksiya daxil olaraq magnezium X2 əmələ gətirib. Magneziumun üzərinə gəlirəm. Deməli, X2 əmələ gətirib nə? Magnezium X2. Baxın, 1,2 qram yazdım magnezium yuxarı hissəsinə. 8 qram X2 ilə reaksiya daxil olub nə əmələ gətirib? Magnezium X2 əmələ gətirib. Deyir, X nisbi atom kütləsini müəyyən eləyin. Bura yazıram 24, burada yazıram 2X. Bu qədər sadə. 24-ün 12-yə getdi. 20. 2X bərabərdir 8 vurulsun 20. Buradan da X tapırsınız ki 80. İndi baxalım 35-ci suala. X, Y2-nin üzərinə 2 mol su gəlirəm. Nə alınır? Z alınır, bir də T alınır. Deyir, maddələrdə X, Y2-nin kütləsini verib 32, Z üçün verib 18, daha doğrusu su üçün verib 18, Z üçün verib 37 və T-ni də biz bilmirik də. Bura 18 yazdım. T-ni də bilmirik, yazaq bura bir X. Uşaqlar, mən sizə nə demişəm? Deyir, bizə T nisbi molekul kütləsini hesablayın. Biz bilirik ki, reaksiya daxil olan maddələrin kütlələri cəmi ilə
Reaksiyadan alınan maddələrin kütlələri cəmi bir-birinə bərabərdir. Yəni 32 və 18-in cəmi bərabər olmalıdır 37 ilə x-in cəminə. Buradan x-in qiymətini 13 aldıqmı? Aldıq. Gəlin bu x-ə yazalım biz 13. İndi bizdən T-nin nisbi molekul kütləsini soruşur. Əgər yuxarı qramdırsa mən aşağı nə yazıram? Mr. 2 mol suyun Mr-i 36-dır. T-ni də bilmirəm, yazıram elə T. Bu da 18 ilə 36. X-a gidəcək. Burada 1, burada 2 qalacaq. İndi elə bir ki, tənasıb belə qurursunuz da uşaqlar. Buna vurursunuz, buna. Bu da eləyəcək T üçün 26. İndi baxaq 36-cı suala. Deməli, x, y, 2-nin üzərinə yenə 2 mol su gələndə alır z və t. Baxın, x, y, 2-ni məndə kütləsini neçə verib? 32 yazdım yuxarıya. Su üçün verib 18. Bərabər olacaq. İndi z-i soruşur. Z bilmirik nə qədərdir. T-ni də 13 verib. Deməli, 32, 18-in cəmi 50, üzərinə 50, sol tərəfdə 50-ci, sağ tərəfdə 50 olması lazımdır. 13-ü var, neçəsi çatmır? 37-si. Deməli, z-in kütləsini tapdım ki, yuxarıya 37-dir. İndi bizə nisbi molekul kütləsini deyir. Yuxarı hissəyə qram vermişəmsə, aşağı hissə nə yazıram? Mr yazıram. Suyun Mr-ini bilirəm ki, 2 vurulsun 18, 36-dır. Z üçün də bilmirəm, Z yazıram və bu iki tənasibi həll edirəm. 36 vurulsun 37 bölünsün 18, o da eləyəcək 74. İndi gəlin baxaq 37-ci suala. X-in 80% reaksiya daxil olursa, M-i müəyyən edin. X ilə Y reaksiya daxil olub nəyə əmələ gətirib? X, Y hardan bildin ay müəllim? Deyirik ki, aşağıya düşən oxlar reaksiya daxil olur. Aşağı düşən ox nədir? X ilə Y. O reaksiya daxil olur. Yuxarıya qalxan ox isə məhsuldur. Deməli, X, Y-də məhsuldur. İndi görürəm ki, Y 16-dan başlayıb 0-da qutarıb. Deməli, 16 qram Y-in var idi başlanğıcda. Onun hamısında yedin. Heç nə qalmadı səndə. Deməli, Y tamamilə reaksiya daxil olub. Bəs X nə qədər reaksiya daxil olub? 40-da başlayıb N-də bitib. 40 çıxılsın N. Uşaqlar, indi düşünün. X 40-dan düşüb N-ə yox, 0-a düşsəydi. Yəni, onun 40 elə bir ki, Y kimi də. Məsələn, 40-da başlayır, 0-a düşür. 40-da başlayır, 0-a düşür. Onda X tam reaksiya daxil olardı. Onda elə bir 40-dan 0-ın çıxanda 40 edirdi. 40 neçə faiz olacaqdı? 100%. Onda 40 çıxılsın N şərtdə verilən 80% olacaq. Şərtdə çünki deyir ki, X-in 80% reaksiya daxil olur. Şərtdə görürəm ki, X 40-dan düşüb N-ə. 40 çıxılsın N qədər reaksiya daxil olur və bu deyir 80%-dir. Deyirəm ki, tam zaman oxuna dəysəydi, 0-a dəysəydi, o 40-ı da tam reaksiya daxil olacaqdır və bu da 100%-dir də. İndi mən buradan N-in qiymətini hesablayıram ki, 40 çıxılsın N, vurulsun 100, bərabərdir, 40 vurulsun 80. Bu da 40 çıxılsın N bərabərdir 32, N-in qiymətini 8 tapdım. Və mən N-in qiymətini 8 tapdım. İndi mənə nə soruşur? Məndən soruşur X, Y-in qiymətini, yəni M-i. Mən deyirəm ki, baxın, Y 16-dır, tam reaksiya daxil olub. X indi 40-dan başladı, 8-də düşdü. Nə qədər X üçün reaksiya daxil olub? 40-dan başladı, 8-də düşdü, 40-dan 8-dən çıxırsınız, 32. 32 ilə də 16-nın cəmi X, Y-in M qiymətidir də. Burada neçə eləyəcək? 48. Deməli, M 48-dir. Doğru cavab 48. Hələlik uşaqlar, özünüzə yaxşı baxın. Bu mövzuya kimi bütün sualların hamısını izahını verdim. Nə qaranlıq qalan suallarınız varsa mənə yaza bilərsiniz. Hələlik sağ olun.